Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Afət Fərman qızı Zaur Nəbi oğluna telefon danışığı zamanı təhqir edib. Belə ki, o onun adının onun efirində çəkilməsini istəməyib. Həmin görüntülər sosial şəbəkədə paylaşılıb. Biz də sizlərə təqdim edirik. Vermədən mənim Flora Kərimova. Onu efirdən mən udmamışam Flora. Elə demirəm. Bir dənə sual verirəm, izləyicilər qulaq asır. Bir dənə sual verirəm. Bu da mənim verilişimdir də. Yığarsan məni danışırsan. Niyə mənim adımı çəkirsən Flora ilə efirdə? Eşidirsən məni? Niyə mənim adımı çəkirsən Flora ilə efirdə? Çəkmə qətiyyən, qadağa qoyuram. Açsın. Всё. Sizin o cındır efirləriniz mənə lazım deyil. Ged o Vəfa, o da sən. Davay. İndən belə. Davay. Nətər oldu, gördünüz? Mən yoxam efirdə, sən mənim adımı xeyr ola hallandırırsan. Kim də sənin verilişindəsə sədərəkdə bəzənib binədə çıxaram. Sizin verilişinizə tüpürüm mən. Kim sizəsiz? İki arvadı ona vururdu. Şəbnəməm mən sənə. Kimsə hələ sabahlar çəkəcəm videonu. Ateldir, burada olmaz qışqırıb danışmaq. Kimsən sən? Sən verilişin reyting yığacaq deyə ona buna. Vəfa buna qayıdıb deyirmiş ki, Zaur o söhbəti sən də bilin. Sən niyə demirsən ki, bilmirəm? Sən nə söhbət bilirsən ki, başa düşmürəm. Hansı söhbət bilirsən? Show biznesdə ən əxlaqlı müğənnilərdən biri mənəm. Bic doğmamışam, namusla, qeyrətlə ərə getmişəm. Bu mənim başımın qaxıncıdır. Cındırlar.